Həftəlik bürclər Oğlaq, Boğa, Qız bürclərinin torpaq ünsürlərini 20 oktyabrdan 27 oktyabra doğru nələr gözləyir? Əslində bu həftə torpaq ünsürləri bir balaca dəngəsiz vəziyyətdə olacaqsınız. Çox ehtiyatlı olmağınızı məsləhət görürəm. Birinci başlayaq Oğlaqlardan. Oğlaqlar bu həftə daim elə bir sıxıntı, bir qəfəsin, bir daralmanın içərisində olacaq. Ürəyim sıxılır, mühitimdən enerji almıram, narahat vəziyyətdəyim, özümü toparlaya bilmirəm kimi bir nüanslarınız olacaq. Buna ciddi şəkildə fikir verməlisiniz. Çünki bu həftə çox aqressivsiniz. İnsanlarla mübahisə, insanlarla əsəbi, insanlarla gərgin bir formada qalacaqsınız. Özünüzü elə bir tam aktivləşdirə bilməyəcəksiniz. Şanslarınız, uğurlarınız sizə doğru bu həftənin sonlarına doğru aktivləşəcək. Yəni o gözlədiyiniz şans, o gözlədiyiniz uğur bu həftənin sonlarına doğru sizin ətrafınızda dövrəyə eləyəcək. Həftənin sonlarına doğru öz istədiyinizi əldə edə biləcəksiniz. Həftənin sonlarına doğru öz istədiyinizi yüksək səviyyədə özünüzə doğru aktivləşdirmə, güclənmə və yenilənmə bacaracaqsınız. Amma ümumi həftə olaraq çox aqressiv olacaqsınız. İnsanlarla ünsiyyətdə, kontaktda problemləriniz yaranacaq, özünüzü ifadə etməkdə probleminiz olacaq. Şanslarınızı görməyəcəksiniz. Olduğunuz alandan belə deyim də daim qaçmağa çalışacaqsınız. Beyin və düşüncələrin stabilini qura bilməyəcəksiniz. Amma bu həftə bacarırsa psixoloji danışıqlar edin, özünüzlə danışın və yaxud da içinizdə nə ola sıxıntılar var, nə yüklər var, onu çölə aktivləşdirməyə bacarın və yaxud da nəsə hobbiləriniz üzərindən özünüzü gücləndirməyə bacarın. Çünki bu həftə o içinizdəki olan yük çıxmasa, siz noyabrın 6-sına 7-sinə qədər həmin blokajın vəziyyətində olacaqsınız və şanslarınızı yavaş-yavaş itirməyə bacaracaqsınız. Nə şəxsi həyat olaraq, nə pul maddiyyat olaraq, nə də gedişat olaraq tam istədiyiniz pozitiv bir məqamda deyilsiz, əfsuslar olsun. Ümumi dəyərləndirsək, Oğlaqlar həftənin 65%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Buğalara gələndə isə buğalar bu həftəni biraz ümidsiz başlayacaqsınız. Elə bil ki, yorğunsuz, zəif bir vəziyyətdə olacaqsınız. İstədiyiniz kimi həftəni uğurlu bir şəkildə aparmağınız barəsində güclü bir məqamda ola bilməyəcəksiniz. Elə bir daim yarımçıqların təsirində olacaqsınız. Körlaşmış bir vəziyyətiniz olacaq. Elə bir hər şeyə qarşı bir balaca körlaşmış bir nüansda olacaqsınız. Gözünüzün önündə olanları görməyəcəksiniz və yaxud da görmək istəməyəcəksiniz. Elə bir bilirsiniz necə bu həftə? Mən heç bir problem istəmirəm, hər şeydən uzaq olmaq istəyirəm, hər şeyin yarımçığlığında özümü zamana doğru pozitiv etmək istəyirəm kimi yanaşmağınız olacaq. Arzu xəyallarınızın bu həftə qurulacağı, amma bəzi həftənin ortalarına doğru cümə axşamı və cümə günlərindən başlayaraq gizli qalmış yalan, xəyanət, yarımçıqlıq, nəysə sizə qarşı gizli qurulmuş oyunların hamısının üstünü bu həftə açacaqsınız və belə deyim, həftənin sonlarına doğru tək buğalar varsa, gözlədiyiniz o romantik, emosional, özünüzə doğru istəyi olan bir insanları özünüzə çəkməyə bacaracaqsınız və cazibə olaraq özünüzdə aktivləşdirməyə başlayacaqsınız. Ümumi dəyərləndirsək, buğalar bu həftə biraz emosional həftə olacaq, bu həftə biraz romantik olacaqsınız. Zaten Veneranın aktivləşməsi həddən artıq çoxdur. Plutonun da təsiri torpaq ünsürlərini biraz zədələyəcək, belə deyim də, yeraltı təkanların aktivləşməsinə çoxdan da yatmış hisslərinizi, aqressiyalarınızı stabilləşdirəcək, bu torpaq ünsürlərinə aiddir. Maddisal cəhətdən wow, həftə görmədim, amma şəxsiyyətinizi stabilləşdirəcəyinizə çox inanıram. Çünki görmədiyiniz nüansları həftənin sonlarına doğru aktiv şəkildə görüb dəyərləndirməyi və cavablandırmağı bacaracaqsınız. Ümumi dəyərləndirsək, buğalar həftəlik olaraq 71%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Qızlara gələndə isə qızlar bu həftə qərar həftəsidir. Yəni elə bir həftədir ki, bu həftə kəskin risk eləyəcəksiniz. Bu addım atsam mən uğur qazana bilərəm. Bu addım atsam şəxsi həyatım düzələ bilər. Sağlamlıq olaraq, maddisal olaraq, ailə olaraq, sevgi olaraq bu həftə tam stabillik həftənin sonlarına doğru quracaqsınız. Çünki risk eləyəcəksiniz və məntiq olaraq siz zaten qız bürcüləri məntiq olaraq çox düşünən, çox analiz edən insanlar olduğu üçün bu həftəni stabilləşdirməyi bacaracaqsınız. Ümumi dəyərləndirsək, bu həftə daha çox həkimlə, bilmirəm, nəsə dövlət rəsmiyyət işlərlə başınız qarışıq olacaq. Bu məhkəmə ola bilər, polisi ola bilər, dövlət rəsmiyyətlə nə işlər varsa, bu həftə başınız onlara daha çox qarışıq vəziyyətdə olacaq və bu həftə özünüzlə çox zaman keçirdəcəksiniz. Yəni qız bürcü olaraq bunu edim, danışacaqsınız, analiz edəcəksiniz, özünüzü aktivləşdirməyə bacaracaqsınız və bu həftə qərarlarınıza görə o krallıq taxtına aktiv şəkildə otura bilərsiniz və özünüzü gücləndirə bilərsiniz. Pozitiv bir məqamda ola bilərsiniz. Ümumi dəyərləndirsək, həftəlik olaraq sizlər qız bürcüləri 78%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Maddiyyatınızın həftənin önlərinə doğru, çərşənbə axşamına qədər həftənin önlərinə doğru stabilləşdirə bilsəz, daha sonra maddiyyatınızın açarı sizin üzərinizdə olacaq və o risk etdiyiniz məqamlara görə də insanların sizə heyranlığı, insanların sizə qarşı, belə deyim də, həssaslığını çox aktiv şəkildə görəcəksiniz. Qız bürcüləri övladlarınızla kontaktınızı gücləndirin. Çünki bu aralar övladlarınızla əlaqədar kontaktınızda yarımçıqlıqlar var. Biz də bilirsiniz də ən təmiz enerjiləri övladlarımızdan alırıq.